Yeni il süfrəsi üçün bu dəfə klassik yox, yeyilə bilən yolka hazırladım. Əminliklə deyə bilərəm ki, qonaqlar baxmaqdan doymayacaq, yemək isə ayrıca bir zövqdür. Qısacası, əsl bayrama yaraşan ideyadır. İlk öncə konus şəklində bir fiqur düzəldirəm kağızdan, üzərinin hər tərəfini streçləyirəm. Streçlədikdən sonra üzərini çöplər vasitəsilə dəliklər açıram. Dəliklərin sayını əvvəlcə tam bilməyəcəksiniz, amma gedişatda özünüz artırıb azalda bilərsiniz. Yolkaya oxşasın deyə aşağıdan brokoliləri sırayla düzürəm. Üzərinə sırayla pendiri, zeytunu sırayla əlavə edirəm. Qalan boşluqları sonda biləcəksiniz. Zeytun və ya da pendir əlavə eləməyi. Daha sonra kolbasanı bu şəkildə düzəldib çöplər vasitəsilə yenidən dəliklər açıram bu fiqurun üzərində. Sonda isə yolkaya daha çox bənzəsin deyə ulduz şəklində kəsdiyim pendiri bərkidirəm. Bir neçə əlavə toxunuş edirəm və bu tür süfrəyə təqdim edirəm. Məni izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Postumu gördünüzsə bəyənməyi unutmayın. Sevgi ilə qalın.